gözəl xalqım, gözəl millətim mənim. Qəşəng bir dənə ev çıxıbdı. Düz yolun içində, 155 nömrəli məktəbin yanında. Yəni bir bağça yanında, məktəb yanında, ucuz və keyfiyyətli. Kommunalların üçü də var. Qaz da var, işıq da var, su da var. Yeraz Musa sizə Yeraz Musa Dağlaroğlu sizə bir qəşəng ev çıxarıbdı. Buyurun, əziz xalqım. Maklerlər bəzi xain qarnı qurtlu maklerlər var. Qurtdular. Qurt onları yeyəcək. Allaha qurban olum. Ay Allah, özün bilən məsləhətdir. Adam qurtlu olmaz. Deyən nə bana? Kimin qisməti də satacaqlar. Burada nə var ki? Yəni o qurtlu maklerlərdən uzaq gəzin. Buyurun. Evimizi bir dənə təqdim elə gəlir qardaş gəl. Baba, 2 otaqlı evdir. 2 otaqlı evdir. Baba, girdin içəri 2 dənə otaq sizə. Buyur bir dənə çəkə qardaş, çəkə sən çəkə. Əziz xalqım, gözəl millətim mənim. Yenə deyirəm, 155 nömrəli məktəbin yanında, bağça yanında, mağazinlər yanında, düz asfaltın içindən, yəni burada su görməyən yerdir. Mən elə devlət çəkirəm, yəni su görməyən yer olar. Vağzal tərəfdən ev almayın. Yenə deyirəm, bax mən görürsən, Ağsaqqal kişi kimi deyirəm mən. Vağzalın ətrafını bütün su basır. Amma bura 155 nömrəli məktəbin yanında burada su yoxdur. Əziz xalqım, evimizin qiyməti 19.000 manatdır. Bu gün gəldin, aldın, qaz, işıq, su, bələdiyyə sənəti, hamısını keçidir yadınıza vəssalam. Buyurub, ürək istəyənə buyurub gələ bilərlər. Əziz xalqım, buyurun gəlin. Sağ olun.